Layihəmiz Motivionu tətbiq edirik. Bizim əsas məqsədimiz odur ki, testlə şagird öyrənmə səviyyəsini, prosesini gətirmək. Bəs həllimiz nədir? Problem şagird öyrənmə sistemi yoxdur. Kurslar bahalıdır və müəllimlərin öz bilgilərini paylaşması üçün interaktiv platformalar yoxdur. Bəs bunu necə həll edirik? Bunun həlli hamısı, bütün problemlərin həlli bir tədbir, yəni Motiviyada özündə birləşdirilir. Onların nəticələrinə baxa bilirik. Proqramımız necə işləyir? Proqramımız iki olma ibarətdir. Şagirdlər və müəllimlər. İlk şagirdlərdən başlayır. Şagird olaraq necəsiniz? Proqram sınavı hansı şagird uyğundursa, ya da şagird sizin özünü çıxardır. Əgər şagirdlə danışmağa başlayırsınız, beləliklə o bilgilərini artırır və siz də bilgiləri gücləndirirsiniz. Beləliklə şagird öyrənmə sistemi başlayır. Amma bu sadəcə şagirdlər olaraq üçün hissəsidir. Müəllimlər olaraq üçün hissəsidir. Müəllimlər üçün olan hissəsində isə müəllimlər bayaq sadaladıqlarımız kimi şagirdlərin imtahan nəticələrinə, hansı şagirdlə dərs çalışdığına nəzarət edib baxa bilir, burada ssenarlar verə bilirlər. Bizim bazar payımız vardır ki, kimlərə satırıq bu tətbiqi. Deməli, biz müəllimlərə, məktəb icmalarına, təhsil müəssisələrinə və şagirdlərə satırıq. Bunu da hesablasaq, Azərbaycan bazarında biznes modelində də biz bunu necə əldə edəcəyik? Deməli, evə üzvlüklə və aylıq abunəliklə. Aylıq abunəlik, məsələn, şagirdlər olan hissəsində olarsa, dərs alan şagird, dərs verən şagird üçün ilk olaraq 9-10 min civarı pul lazımdır. Və biz bunun üçün doğru tərəfdaşı seçirik. Fikirləriniz üçün təşəkkürlər. İlk mərhələdə dediyiniz ki, müəllimlərin seminarları olmalıdır. Həmin seminarlar və aid filtrlər olmalıdır ki, uşaqların o təhlükəsizliyi qorunmalıdır. Və orada testlər üçün də pul ayrılmalıdır və bu proqramın hazırlanması üçün isə ən uzağı 5.000 orada keçirilməlidir. Qalan pullarda 6 filtri. O xərclər uşaqlara necə tapılması necədir? Uşaqlar necə tapılacaq? Yəni ki, savadlı uşaqlar, hansı ki, bundan bəhrələnəcək. Sosial medialardan tapa bilərik. Məsələn, TikToklarda görürük ki, reklamlar çıxır bütün platformalarda. Həmin reklamlarla əməkdaşlıq qurduqdan sonra öz proqramımızı YouTube olsun, Instagram olsun, TikTok olsun, belə platformalarda reklamlarla uşaqlarla çıxarda bilərik. Bundan əlavə olaraq da təhsil icmalarında uşaqların bir-birinə bu motivasiya götürməsi nəticəsində də özümüzü cəlb edə bilərik. Bu testlər dediyimizdə düzdür. Bu testlər bütün başlıqlarında artıq testlər buraxılır və şagirlər işləyir. Yəni, hər müəllimin testləri var, proyektləri var, şagirlər işləyir, düzdür. Aydın biz sizin testli digər həmin testlərdən fərqi necə olacaq ki, şagirlər özünə cəlb eləsin ki, şagirlər burada aktiv olsun və yaxud da eyni istifadə edebilsin. Və yaxud da kitlər hazırlanacaqsınız, quruculuq olacaq. Siz testlər harada, test bankımız harada olacaqsınız? Testi süni intellekt vasitəsilə əldə edəcəyik və bundan əlavə də bayaq dediyimiz kimi müəllimlər özləri də öz profillərinin hesablarında test paylaşacaqlar. Bir də o süni intellekt subyektiv yanaşma verir, alacaq.